Demək abilər. Buna bax. Biz gedək Lahıca. Maşımızın altından çıxan daşa bax. Ehtiyatlı olmaq lazımdır buralardan. Gələndə, eləyəndə. Daşlar gəlir. Ehtiyatlı olmaq lazım inşallah. Qaqam bizi qoydu getdi. Lahıcın daşından, torpağından bizi qarşılayır da Lahıc. Qardaşım zarafat edir. Nə olub, niyə səbləşsin? Əkizlər vuracaq. Qətərdir vəcəm. Yaxşılar. Eşəydir. Başla düşün. Qaqam da əkizlər vurcudur. Rahil deyir, amma tutuşuruq da biz bu qardaşla. Vallahi adamın vaxtı olduqca gəzə buraları. O vaxtı Jenqanı belə oynayırlar. Belə qaya da düzəldirlər. Elə bir ki, su pulunu verməyib kəsiblər. O nədir? Hər an burada üstümüzə irasim gələ bilər burada. O şimdi həyatımdan bezibsənsə gəl buralarda fırlan biraz hə. Qardaşlar, həyatımızı təhlükəyə atıb video çəkirik. Like eləyin, like eləyin. Lahıca gəldik, çatdıq. Dən mənzərəyə baxın inşallah. Dən yuxarıya baxın. Gözəldir hə. Qəşəng mənzərədir hə. Xan bayrağından. Sakatvelo'dan Azərbaycan. Eşq olsun. Gələndə yolda bir dənə dayı danışdı mənə. Dedi ki, hətta ondan gələndir gəlirlə. Yəni neftdən qat-qat daha çox gəlir əldə edə bilərmişik. O qədər dəyərli bir şeymiş. Ay Allah, bunlara bax, bunlara bax, bunlara bax. Hələ gör nə şirindir bunlara bax. Ay siz nə şirinsiniz belə? Siz nə şirinsiniz belə? İnşallah bunlar yadınıza gəlir. Dəli kimi qaçırdıq küləyə sən tərəfə. Salam qardaşım. Salam, çox sağ ol. Xoş gördük. Gördüyümüz suvenirlərdən oradan buraya, buralarda. Heç özü daxil qardaşlar. Burada işləyəsən. Bu qazla işləyir gör. Sahil bir dənə. Sahil ondan cin çıxart qardaşım. Baxın. Siz cin çıxartmaqla bağlı nəsə kiminsə bir çox qəşəngdir axı. Kimin qardaşım? Femidanın. Uşaqlar yoxdur da, hər şey var. Bu inspektordur qardaşım. Buradan çox qəşəng bir il gəlir. Hamısını iyi qarışıb bir-birinə. Gəldin abi, aldın hədiyyə. Canına varsan. Dayıcan, bunun tərkibində neçə dənə bitki var? Burada 25 dənə bitki var. Aha, 25 dənə. O mənim bunda. Gül mürəbbəsi dayıcan bu? Göşü. Göşü. Rahil, sızdıracam bunu. Bunu iyi çox qəşəkdir. Çay özü də abi, Allah haqqı. Oradasınız. Sağollaşırlar olardı bizdən. Mənim üçün İsmayıllı turu çox maraqlıydı. İsmayıllı vlogu çox maraqlıydı. Növbəti vlogu görüşərik. Demək abilər, başımızın altından çıxan daşa bax. Ehtiyatlı olmaq lazımdır buralardan. Gələndə, eləyəndə. Daşlar gəlir. Qaqam bizi qoydu getdi. Amma gözəldir, həqiqətən. Lahıcın daşından, torpağından bizi qarşılayır da Lahıc. Qardaşım zarafat edir. Nə olub, niyə səbləşsin? Əkizlər vuracaq. Qətərdir vəcəm. Yaxşılar. Eşəydir. Başla düşün. Qaqam da əkizlər vurcudur. Rahil deyir, amma tutuşuruq da biz bu qardaşla. Vallahi adamın vaxtı olduqca gəzə buraları. Nə qəşəkdir. Bu nədir belə? Domino daşları. Jenga yox, şirə qaqacanı götür oyna. O vaxtı Jenqanı belə oynayırlarmış. Belə qaya da düzəldirlərmiş. Şəlalə. Elə bir ki, su pulunu verməyib kəsiblər. O nədir? Yarım şəlalə. Hər an üstümüzə irasim gələ bilər burada. Həyatımdan bezibsənsə gəl buralarda fırlan biraz hə. Qardaşlar, həyatımızı təhlükəyə atıb video çəkirik. Like eləyin, like eləyin. Prosto maraqlı o ki, adam yoxdur çöldə. Hə, uşaqlar. Gəldik dostlarımızla, Rahillə, Sahillə, Rəhimlə Lahıca gəldik, çatdıq. İndi burada yüngülvari Lahıcın içini sizə göstərəcəm. Çox maraqlıdır. Burada olmuşam mən bir dəfə.
İstəyirəm sizə də göstərim. Görəsiniz ki, necə bir yerdir. Köhnə İçəri şəhərin küçələrinə oxşayır. Bir dənə qabaqda mənzərə var, onu sizə göstərəcəm. Mənzərəyə baxın inşallah. Bir dənə yuxarıya baxın. Gözəldir, hə. Qəşəng mənzərədir, hə. Sakartvelonun Azərbaycan. Eşq olsun. Uşaqlar, çox qəşəng mənzərəsi var ya buranın. Kaş buradan görə bilsəydiniz siz də. Həqiqətən. Qapılara baxın, köhnə qapılar. Amma soyuq var. Uşaqlar, Lahıc oradan soyuqdur, hə? İvanovkadan soyuqdur. Bir şey mən qeyd edəcəm. Dərman otları. Kət və yumurta. Belə maraqlı bir balaca bir yerdir. Nəyə qeyd edəcəm onu da mən sizə deyim. Gələndə yolda bir dənə dayı danışdı mənə. Dedi ki, o vaxt bura bir dənə kimya elmlər doktorudur, yaxşı bilməmsə belə bir professor gəlib bura. Sırf Lahıcın çay tikanı bitkisi var. Onun çay tikanı yağı var. Və deyir ki, ən çox Lahıcda bitən o çay tikanında 20%, yəni yağ almaq olur. Hətta ondan gələndir gəlirlə neftdən qat-qat daha çox gəlir əldə edə bilərmişik. O qədər dəyərli bir şeymiş. Bu çay tikanı. Dərman otlarını gördüm, yadıma düşdü. Belə bir şey də var. Aha. Ara küçə. Xudmani. Dərzi əşyaları falan. Amma hava soyuqdur. Bunlara bax, bunlara bax, bunlara bax. Hələ görün nə şirindirlər bunlar. Ay, siz nə şirinsiniz belə? Siz nə şirinsiniz belə? Gedirəm. Görüşək. Çıqqılı oyuncaqlardan da var belə. Oo, Popito. Bunlar çəksək video dayanmaz. Salam əleykum. Bunlar yadımıza gəlir. O vaxt olurdu bizdə. Dəli kimi qaçırdıq. Mənzərə özüdür. Mənzərə özüdür. Bizimkilər girdilər. Salam qardaşım. Salam, çox sağ ol. Xoş gördük. Gördüyümüz suvenirlərdən zordan buraya, buralarda. Səhənklər. Ya Allah. Qardaşım, çəkmək olar buraları. Çox sağ ol qadam. Lahaç bildiyimiz kimi. Miskərlik dayıcan, hə? Çox sağ ol, Allah razı olsun dayıcan. Danışmaq istəyirsiniz dayıcan kameraya nəsə? Peç də özü daxı. Peç özü daxı qardaşlar. Burada işləyəsən, bu qazla işləyir görürsən. Velosiped. Mürəbbələr çeşid. Sabi ondan cin çıxart qardaşım. Baxın. Cin çıxartmanla bağlı nəsə kiminsə bir Femidanın. Uşaqlar yoxdur da, hər şey var. Bu inspektordur qardaşım. İnspektor oxşur, ha. Kimsə nətərsən? Maraqlı. Qəşəng ədviyyatları var. Hamısının altında da nəyə xeyir olduğu haqqında informasiyalar verilibdir, yazılıbdır. Buradan çox qəşəng bir iyi gəlir. Hamısının iyi qarışıb bir-birinə. Gəldin abi, aldın hədiyyə. Canına varsan. Maraqlı suvenirlər də var. Dayıcan, bunun tərkibində dizilisi dənə bitki var. Burada 25 dənə bitki var. Aha, 25 dənə. Ondan öyrə içində. O mənimdir onda. Onda da 4 bitki var. Bütün bədənə qarşıda. Ağciyər, qaraciyər, mədə, bağırsaq, böyrək. Ay maşallah. Çərkəni var bunların içində? Yox. Çaya qatmırlar onu? Çərkəni? Hə. Yox. Onu qatmırlar çaya. Çərkəni belə var. Üstündə mədə üçün. Çiyərlər var. Gül ürəyin birinci dərmanı. Gül mürəbbəsi dayıcan bu? Hə, gül. Göşür. Belə pişir, yəni belə pişirmir o. Göşür. Sahil zəhmət olmasa bunu
məni tutturacaq kimi qoya bilərsən məndə Ağac. çay. Sahil, Rahib tutturacam onu. Lahaç qədim çayı, bəli. Nə vaxt Lahaca yolunuz düşsə, inşallah gəlin. Çox qəşəng. Mürəbbələ yeməmişəm. Dən yeyim. İyi, çox qəşəngdir. Gündə hazırlanır. Yəni bişirilir. Bişirilmir gündə. Çünki o bişirilir, vitamini ölür. Onun özü nə qədər çox qalsa 5 il, 10 ildə bax dəhşət olur. Gülqənd deyirlər. Güllü kənd. Əllərinizə sağlıq. Aycan. Çox qəşəng. Çay özü daha bir Allah haqqı. Çox qəşəngdir. Gəlib dadmalısınız. Mənim əzizlərim, Lahaçla da yekunlaşdırırıq artıq videomuzu. Ay pisi-pisilər. Haradasınız? Sağollaşırlar onlar da bizdən. İnşallah yavaş-yavaş düşürük yola. Gedirik Bakıya. Özünüzdən müğayət olun. Mənim üçün İsmayıllı turu çox maraqlı idi. İsmayıllı vlogu çox maraqlı idi. Sağ olsun. Rəhim, Rahil, Sahil qardaşları. Buna bax. Deyirəm. Buna bax. Gəlirlər mənə ötürməyə. Sağ olsunlar həqiqətən də. Çox dəstək oldular, çox kömək oldular. Gəldik burada qəşəng Lahaçda oturduq, çay içdik. Qədim Lahaç çay evi. Çox qəşəngdir çaylar həqiqətən də. Hətta birində dayı sağ olsun əlavə verdi bizə çayı. O sizə videoda göstərdiyim bütün o bitkilərin demək olar ki, hamısının orada çayını siz içə bilərsiniz. Çox qəşəng dadlıdır və iylər də möhtəşəmdir. Çox fərqli bir iylər var. Sizlə mən Kamran idim. Yolumuz uzaqdır, yolumuz uzundur. Yolumuz uzundur. Gedən inşallah yavaş-yavaş özünüzdən müğayət olun. Növbəti vlogda görüşərik.